problemi düşdük. Düzdür, 2 dəfə bu problemi yaşamışıq, amma heç bir zaman da başqa işlə məşğul olmamışıq. Həmişə demişik ki, hə, tamam, bu dəfə batdıq, yenə də durmalıyıq ayağa. Bu dəfə yıxıldıq, sabah yenə də durmalıyıq ayağa. Yəni işimizə olan sevgimiz, əzmimiz, biliyimiz bizi həmişə ayağa qaldırır. Yəni, mən elə fikirləşirəm ki, bu günləri məni aparıb Afrikanın ucqar tərəfində qoysalar, mən elə bilirəm, heç bir şeysiz qoysalar, mən bilirəm ki, yəni mən bu bacarığımla yenə də sıfırdan qalxa bilərəm. İlham Bədalov, Icecold şirkətinin təsisçisi və rəhbəriyəm. Icecold olaraq biz soyuducu ambar sistemlərinin istehsalı və satışı ilə məşğul oluruq. Əlbəttə ki, hər bir insanın işə, zəhmətə öyrəşməyi onun ailəsindən gəlir. Mən çox zəhmətkeş bir ailədə dünyaya göz açmışam və atam mühəndisdir, anam da müəllimə olub. Atam hər zaman məni çox işlərində özü ilə aparıb və həmişə o gördüyü işlərin nəticəsini mənə öyrədib və mən də ondan çox şeylər öyrənmişəm əlbəttə ki. Yəni insanlara olan münasibət, işə olan münasibət, zəhmətə olan münasibət, zəhmətkeş insanların dəyərləndirmək, qiymətləndirmək və universitet illərini çox müvəffəqiyyətlə bitirmişəm. Universitetin 3-cü kurslarına artıq belə oldu ki, işləmək bir qərarına gəldim. O dövrlərdə 2000-ci illərin əvvəllərində CV-mi verdim. Bir neçə şirkətdən cavab gəldi və mən Coca-Cola şirkətində məni merchandiser işinə dəvət elədilər. Yəni ora qəbul olundum. Məhsulların satışa hazırlamaq düşünüb belə bir vəzifədir. Çox az məvacib verirlər. Əlbəttə ki, tələbə adama nə qədər maaş verərlər, o qədər yəni. Bir müddət işlədikdən sonra bir satış rəhbərimiz var idi. Gördü ki, mən həm iqtisad təhsilliyəm, həm də daha da səylə işləyirəm. Məni satış şöbəsinə təmsilçi təyin elədi. Dedi, sən bundan sonra gəl satış təmsilçisi işlə və çox yaxşı satış rəqəmləri əldə edirdim. Yəni məndən çox uzun işləyən insanlara bərabər satış rəqəmləri əldə edirdim. Siz bilirsiniz də, indi bu Coca-Cola beynəlxalq brenddir və onun rəqibi Pepsi-Coladır. Mən Pepsi-Cola içdiyimə görə məni işdən azad elədilər. Bizdə maşınlar verirdilər və maşınlarını biz satışlar edirdik. Mənim maşınımda Pepsi-Colanın qabını tapmışdılar. Bu formada məni işdən azad elədilər. Çox pis olmuşdum, inanın, çünki tələbə adam, öyrəşmirsən, pul qazana bilirsən, nə bilim. Bir müddət yenə işsiz qaldım, ondan sonra CV-lər verdim. Şirkətlərin birindən, şirkəti də deyim, Hyundai şirkətidir, Hyundai Avtoazərbaycan, onda o şirkətin avtobus və yük avtomobillər departamenti təzə yaranmışdı. Mən də CV-mə yazanda orada bilirsiniz, o təcrübə filan yazırlar. Mən yazdım ki, mənim təcrübəm var artıq. Mən düşünürəm ki, artıq mən satış meneceri ola bilərəm. Bir etap daha yüksək verim. Amma o deyir, sən saydığı say, gör fələk nə sayır. Götürdü işə və dedi ki, sən tamam işləyəsən, amma sən satışa hazırlıq, maşınları satışa hazırlamalısan. Mən çox məyus oldum. Dedim ki, mən axı bura satış meneceri gəlmişdir. Bu necə oldu? İndi maşınları dizel tökmək lazımdır. Yük maşınları da bilirsiniz ki, gəmidə gəlir, Koreyadan bura gələndə. Onlar parafinli olurlar və parafin maşının üstündə olur ki, bu dənizin o suyu, duzu o maşınları çürütməsin də, yəni parafinli ilə. Dizeldə bunu təmizləmək lazımdır və bunu təmizlətdirmək lazımdır və satışa hazırlamaq lazımdır. Dedim, yox, mən təslim olmayacağam, mən işləməyə davam edəcəm. Bir neçə aydan sonra evim müəllim məni satışa artıq dedi, sən təmsilçi ola bilərsən. Biz artıq başladıq orada satış işləməyə, Hyundai avtomobilləri satırdıq, yük avtomobilləri. Belə oldu ki, artıq mən universiteti də bitirdim. Mən hərbi xidmətə getməli oldum. Bir il xidmət elədim. Xidmət elədiyim vaxtda da Hyundai şirkətinə marketinq işləri görürdüm də, yəni satış eləməyə davam edirdim. Mən hərbi xidməti bir ildən bitirəndən sonra məni evim müəllim yenidən işə götürdü. Bir müddət də yenə işlədim orada. Hardasa bir ilə yaxın bir müddət işlədim. Yük avtomobilləri gətirəndə avtomobillər soyuducu kuzovlarla gəlirdi. Biz dedik ki, bəlkə bu soyuducu kuzovları ayrıca burada yığar, istehsal edir və s. Belə bir fikir var idi. Bunu biz bildirmişdik rəhbərliyə. Nəsə onlar bizə cavabı imtina eləmişlər. Biz də dedik, okey də bizə imtina eləyirlərsə, onda biz baxaq bunu eləyə bilərik əlavə olaraq. Nəsə bu iş belə oldu ki, biz buradan ayrılmalı olduq. Mənə rəhbər ayrılandan sonra demişdi ki, mən inanıram ki, sən yaxşı nəticələr əldə edəcəksən, çünki sən bu işə çox maraqlısan. Mən 2009-cu ildə oradan ayrıldıqdan sonra mən artıq dedim ki, mən heç bir işlə məşğul olmayacağam. Artıq bir işimi, özəl işimi qurmalıyam.
Mən İqtisad Universitetini bitirdiyimə görə mən orada magistr təhsili alırdım. Çünki mən magistr daxil olub getmişdim. Axşam növbəsi idi, mən axşam oxuyurdum. Axşam növbəsində də oxuyarkən mən gündüz işləməli idim, axşam gəlib oxumalı idim. Bu arada universitetdə müəllimlərimdən biri dedi ki, sən burada bizdə işləyə bilərsən, sən universiteti yaxşı oxumusan, sən özün də magistrsan, gəl sən burada bir sənə dərs verək, sən burada fəaliyyət göstər. Mən düzü fikirləşdim, mənim üçün çox maraqlı olar bir özümü burada sınayım. Mən başladım orada dərs deməyə. Dekanımızın fənləri idi və s. Artıq bunlar mənə zamanla artıq fənlər verməyə başladılar, dərslər verməyə başladılar. Mən orada başladım pedaqoji fəaliyyətlə məşğul olmağa. Artıq bir neçə il pedaqoji fəaliyyətlə məşğul olandan sonra mənə dəvət gəldi Kooperativ Universitetindən. Mən qəbul elədim. Kooperativ Universitetində işləməyə başladım. O vaxt bilirsiniz, məvaciblər çox aşağı idi. Əlbəttə ki, o müəllim məvacibindən sən artıq ailə həyatı qurmuşdun və s. Bu ilə biraz çətindir, çox. Amma buna baxmayaraq mənim biznesim davam edirdi. Bütün günü zəng eləyirdim, nə bilim, buklet paylayırdım və s. və ilaxır. Yəni nəticəsi olaraq bizim bir dostumuz var, indi də bizim çox möhkəm dostluğumuz var. Mənə dedi ki, İlham, mən istəmsən mənə bu soyuducu gətirəsən. Onlar özləri yük maşınları yığırdılar, kuzov istehsal edirlər. Tamam dedi, okey, mən sənə avans verirəm, sən kuzov üçün cihaz gətir, soyuducu. Ondan sonra mən gəldim, dedim, bizə məbləğ lazımdır bunu, çünki bunu Koreyadan gətirmək lazımdır, ixal etmək lazımdır. Belə oldu ki, mənim atam kömək elədi, mən kredit götürdüm bankdan. Mənim 21 yaşım var idi, mən $980 kredit ödədim. Dollarda indi bilirsiniz ki, o vaxtı düzdür aşağı idi, amma manatın da dəyəri yüksək idi də. Yəni manat alıcılıq qabiliyyəti çox yüksək idi. Çox qorxurdum, çünki 21 yaşım var, mən hərbi xidmət təzə gəlmişəm və işdən ayrılmışam, Hyundai'da işləyirdim, maaş alırdım, indi maaşsızam və nətər olacaq? O vaxt indi Instagram filan da çox məşhurdur, ümumiyyətlə deyəsən yox idi. Yellow Page belə bir, yəni bilirsiniz o şirkətlərin kataloqu, bir də Kompost ilə bir şirkət kataloqu var idi. Mən onu qoyurdum qabağıma, nə qədər şirkət kataloqu tapırdım, başlayırdım zəng eləməyə. Özümə plan qurmuşdum ki, gündə 100 dənə adamla zəng eləməliyəm, onun bir 15-20-sindən görüş almalıyam, getməliyəm, görüşməliyəm və s. və ilaxır. Görürdüm ki, okey, zənglər daxil olur. Canan məndən sifariş elədi, tamam, mən indi Cananın bu adamın sifarişini gətirirəm. Bəs bundan sonrası necə olacaq? Kredit götürmüşəm, kredit ödəməliyəm və s. Mənim yadımdadır ki, mən birinci ili dediyim şirkətə bir xeyli soyuducu cihaz satdım. Yay ayları idi. Çünki Azərbaycanda yox idi. Çünki əl əməyi üsulu bir soyuducu cihaz istehsal edirlər. Şirkətin düşünün də həm müdürü özüməm, işçisi də özüməm, qonağı qəbul edən də özüməm, telefonla zəng edən də özüməm. Şirkətin bütün müdüründən fəhləsinə qədər hamısını özüm edirəm. Amma yenə də deyirəm, bu işi mən həqiqətən deyirlər bir işin aşığı, mən bu işin aşığıyam, soyutmanın aşığı adamam. Mənim yadımdadır, mənim ilk kompüterim var idi. Bir dostumdan almışdım. Dostum da mənə onu nisyə vermişdi, pul da almamışdı. Bunların prosesorlar altında olurdu və heç Pentium 1 də 4. Yəni demək olar ki, knopkanı basırdım, 1-2 saatdan sonra gəldim gördüm ki, bir səhifə açılır. Biz həmin o kompüterlə, dediyim o kompüterlə başladıq zənglə eləməyə, müştərilərlə getməyə, görüşməyə və bundan sonra bir neçə şirkətlə başladıq işləməyə. Artıq biz görürük ki, biz soyuducunu indi satmağa başlayırıq müştərilər, amma bu soyuducu bilinir ki, kuzova bağlanır. Yəni bu soyuducunu hansısa bir kameraya bağlamalısan, maşına bağlamalısan. Biz də onun maşın yığmırıq. Bizim heç bir şeyimiz yoxdur. Heç şurup belə bilmirik. Necə olur, necə almaq, hardan alaq. Məsələn, müştərilərin biri dedi ki, bizə kuzov yığarsan, dedim yığaram. Amma halbuki mən bilmirəm bunu, necə eləmək lazımdır. Bizim həmin o dostumuzun deməli atası, mən dedim, getdim o yanına, necə eləyək, usta, biz bunu nətər öyrənək, necə öyrənək bunu. Dedi ki, tamam, mən sənə öyrədərəm. Çox istehsal yerləri gəzdim, sexlər filan. Hər sexdən bir şey öyrəndim. Necə eləmək lazımdır, nə bilim, bunun raması necə olur, dəmir hissəsi, qaynaq işləri və s. Amma eyni zamanda da atam da mühəndis olduğuna görə bu işləri mən görmüşəm. Neyi necə elədiyini bilirəm təxmini olaraq. Və başladıq özümüz eləməyə. Biraz atam kömək elədi, biraz özüm baxdım. Biz artıq ortaya bir şey çıxartdıq. Gördük ki, biz o kuzu yığmağa başlayırıq. Və biz başladıq kuzu təklif verməyə insanlara. Quru kuzu və soyuducu kuzu vardı. Sonra baxdıq ki, bu artıq qurumsallaşmalıdır. Başladıq bunu, çünki şirkətlər ödəməyinə istəyirlər, rəsmi qaydada və s. İlham Bədolov adına mən vəyin açdım. 2011-ci ildə birinci ilk mən İlham Bədolov adına deməli fiziki şəxs qismində başladım fəaliyyətə. Bu anda da mən artıq universitetdə də fəaliyyət göstərirdim, ya dediyim kimi. Yadımdadır ki, çox az sayda praktiki məşğələlər aparırdım. 100, 120, 130 bəzən tələbələrin arasına daxil olurduq və orada leksiyalar oxuyurduq tələbələr üçün. Və tələbələrimi də şirkətdə bir neçəsini işə götürmüşəm. Bizim yanımızda işləyirlər. Çünki mən təcrübəli insanın işə götürməsindən yana deyirəm. Çünki təcrübəsi insan da işləməlidir də, elə deyil. Hər bir şirkət orada vakant elan edəndə yazır ki, təcrübəli işçiyə ehtiyac var. Biz təcrübəli işçi
şirkətlər də təcrübə yığmalıdır. Onun üçün də bu şirkətlər əksinə yeni yaranan, yeni inkişafa qədəm qoyan şirkətlər o cür işlərdə istifadə etməlidir. Həm onlar təcrübə yığmalıdırlar, həm də sənin şirkətin daha uyğun əmək haqqı ilə işlərini təmin edir özünə. Bilirsiniz, 2014-cü illərdə filan Azərbaycanda, ümumiyyətlə bütün dünyada bir maliyyə böhranı yaşanırdı. O cümlədə Azərbaycanda devalvasiya baş verdi, manat dəyər itirdi. Bu zamanda bizim kreditlərimiz var idi. Biz bu anda çox böyük bir problem yaşadıq. Yəni müflis olduq. Bundan sonra biz bir neçə ay artıq işləyən adam, yəni müflis olub. Yəni çox çətin bir an keçirdim. Yəni çox uzun çəkmədi. Çünki işi bilirdik ki, hardansa biz lazım olan məbləğlərimizi, pulumuzu qazana biləcəyik. 2015-ci ildə bu bilirsiniz Avropa oyunları Azərbaycanda keçirildi. Mən bir müştəri zəng elədi, bir şirkətdir. Zəng gəldi dedi ki, biz soyuducu konteyner yığmaq istəyirik, soyuducu. Dedi eləyə bilərsiniz, dedim əlbəttə ki, bizim pulumuz olmaya bilər, amma bizim ağlımız, biliyimiz, təcrübəmiz bu yox ola bilməz də. Biz fəaliyyəti yenidən bərpa elədik, şirkət ödənişlərini elədilər, biz başladıq işləməyə. Sonra belə oldu ki, biz bir neçə təklif gəldi. Bu çünki 2015-ci il Avropa oyunları ilə bağlı ölkədə bir iqtisadi proqres yaşanırdı. Biz başladıq müştərilərlə filan danışmağa yenə və gördük ki, yox, feedbacklər, geri dönüşlərimiz var. Soyuducu kuzov sahəsində yox, soyuducu ambar sistemləri ilə daha dərindən öyrənməyə və onlarla əsas ağırlığımızı onların üzərinə verməyə. Türk şirkəti var, Günay Soyutma, onun adını Oğuzhan bəydir. Onlar da yeni inkişafa qədəm qoyurdular. Mən o bir zəngimlə Azərbaycana gəldim. Mən çox təəccübləndim. Dedim, bu necə ola bilər? Bir zəngimlə adam dedi ki, tamam, mən 2 gündən sonra Bakıdayım. Gəldi Azərbaycana, burada danışdıq, görəcək, dedik, okey, mən sənə məhsul təmin edəcəm, mən sənə göndərəcəm və sən satdıqca ödənişlərini eləyərsən, böyük dəstək oldu bizə. Bu formada biz əməkdaşlarımızı genişləndirdik. Yeni müştərilər qazanmağa başladıq, artıq yeni də pul qazanmağa başlayırıq və 2017-ci ildə yenə də İslam oyunları başladı və onların da bir soyuducu kuratoru biz idik. 2017-ci ildə mənə bir təklif gəldi. Ədliyyə Nazirliyində penitensiar xidmətdən dostlarımızdan biri dedi ki, burada vakant yerlər var, penitensiar xidmət. Gəl veriyor ora, bəlkə səndə alındı, orada sən işləyə bilərsən. Çox da ümidli də dördüm, yalan deməyim. Amma doğrudan da getdilər orada görüşlərdən və müsahibədən sonra keçdik müsahibədən və başladım dövlətdə işləməyə. Artıq dövlətlə özəl şirkət bilirsiniz, bir yerdə olmaz və İlham Ticarət Sənaye şirkəti yenə də bağlandı. Mən artıq dövlət əməkdaşıyam, dövlət əməkdaşı kommersiya fəaliyyətlə məşğul ola bilməz. Ona görə açdıq digər şirkəti, onu da mən həyat yoldaşımın adı ilə açdıq. Çox böyük dəstək olub mənə əmək fəaliyyətimdə, ona da minnətdaram. Və bunun nəticəsində biz iSchool şirkətimizi, arxasında iSchool şirkətimizi, bugünkü iSchool şirkətinin yaranışı, doğuşu bu formada oldu və biz həm dövlət işini, həm iSchool'un işlərini uzaqdan nəzarət eləyərəkdən, əlbəttə ki, mənim adımda deyil, çünki kommersiya fəaliyyəti olmaz. Bunu bu formada davam eləməyə başladıq. Bizim soyuducu sahəsi elə bir sahədir ki, orada istifadə olunan məhsulların qiymətləri və tələbləri biraz beynəlxalq bazarla tənzimlənir. Məsəl üçün misdir, bəzi mühərriklərdə bunlar biz bunun hamısını ixracçı olduğumuza görə bunlar dünyada necə dəyişirsə biz onlara məcbur şəkildə ayaq oluruq. Qalxırsa bizdə məcbur qiymətlər qalxmalıdır və s. 2004-cü biz böyük bir çətinlik yaşadıq şirkət olaraq. Çox çətin il oldu. Yəni bizim baxın pandemiya vaxtında biz heç o qədər çətinlik çəkməmişdik. 2020-ci ildə çox rahat işləmişdik. 2021-ci ildə biz ticari fəaliyyətimizin ən yüksək dövriyyəsinə gəlib çatmışdıq. Amma bilmirəm bu pandemiyadan sonra idi, o post pandemiya məsələsi nə idisə, nə qədər yaxşı keçirmişdiksə 2021-ci il və 2024-cü o qədər də pis keçirmişdi və penitensiar xidmətdə əvvəl Təşkil Nəzarət İdarəsində inspektor vəzifəsində başlamışdım. Artıq 2024-cü ildə mən penitensiar xidmətin Maliyyə İqtisadi İdarəsinin rəis müavini təyin eləmişdilər məni. Orada il yarım falan bir işlədi. İl yarım müddətdən sonra mən baxdım şirkətdə artıq 2024-cü il bizə böyük bir problem yaradır. Çox məni narahat edirdi. Çünki artıq vəzifə adamıyam, vəzifəm var. Bir çoxlarının arzuladığı bir vəzifədəyəm. Mən ona görə çox fikirləşirdim ki, işdən ayrılmayım. Çox çətin qərardır. Mənim üçün ən çətin verdiyim həyatda qərarlardan biri idi. İndi yaxınlarım, ətrafım istəmirdi bunu açığı. Çünki deyirlər ki, sən vəzifən var, sən rütbə daşıyırsan. Amma bu 2024-cü ildə bu qərarlar məni artıq başımda fırlanırdı, bilirsiniz. Çox çətin idi mənim üçün qərar verim ki, mən işdən ayrılmayım, dövlət işini buraxım, vəzifəm var, status məsələsi var və s. Kiçik bir
hadisə baş verdi. Məşqdə zədə aldım. Ayağımda əxil vətərim qırıldı. Əməliyyat olundum və bir neçə ay mən dövlətdən aralıq oldum. Yəni bir 5-6 ay əməliyyatım oldu, müalicə və s. və ilə axır. Bu kimi şeylərə görə belə işə getmədim. Bundan sonra mən baxdım, gördüm ki, şirkətdə artıq çökür bu şirkət. Və bizim bir əməkdaşımız var. Bizim bu gün icraçı müdürümüz də şirkətin icraçı direktorudur. Mənə dedi ki, İlham müəllim, bizim bu işimizin sonu necə olacaq? Yəni biz özümüzə iş axtaraq. Bu mənə o qədər təsir eləmişdi ki, ən təsir edən sözlərdən biri olmuşdu. Çünki mənim bir öhdəliyim var. O öhdəliklərdən birinci amil insan amilidir. Çünki burada bir neçə insan ailəsinə çörək aparır, ailəsinə pul qazanır, ailəsini dolandırır bizim bu şirkətdən və mən bunları heç bir zaman tək qoya bilməzdim. Çünki mənim üçün əlbəttə ki, status da önəmlidir, dövlət işində işləyirik, yəni bu adda, amma hamısından daha vacib mənə inanan insanların gələcəyidir, sosial məsələləri idi, problemləri idi. Mən gəldim idarə rəisimizin yanına, dedim ki, Səxan müəllim, mən vəziyyət belədir, mən bu səbəblərdə mən işdən ayrılmalıyam və mən qərar verdim ki, yox, artıq mən özəl şirkətimi davam edəcəm, onun şirkətimin başına keçəcəm və gəmini kapitansız buraxmayacağım. 2025-ci ilin fevralında dövlətdən ayrıldım. Artıq şirkətimizin üzərinə gəldim və 2025-ci ildə biz artıq yeni bir mərhələyə qədəm qoyduq. Artıq biz yeni avadanlıqlar aldıq. Artıq biz daha çox istehsala yönəldik və nəticədə çox da uğurlar əldə elədik açığı. Biz 17 ildir fəaliyyət göstəririk. 2 ildə elədiyimiz 14 ilin ən şahı idi. Və yaxşı komandamız var bu gün də. Heç bir şirkət tək rəhbərdən ibarət deyil. Bu bir komanda işidir. Mən hər zaman gənclərə də deyirəm, yeni əməkdaşlığımıza qoşulan əməkdaşlara deyirəm, bir şeyi arzulamaq, bir şeyi hədəfləmək uğurun yarısıdır. Əgər sən bir şeyə uğurlu olmaq istəyirsənsə, mütləq sən neysə birinci hədəf qoymalısan qarşıya və ona doğru arzularına doğru getməyi bacarmalısan. Yəni digər məsələlər isə artıq sənin özündən asılı olan bir şeydir, attığın addımlardan asılı olan bir şeydir və ətrafında yığılan komandadan asılıdır. Mən ümumiyyətlə həmişə Allaha şükür edirəm. Niyə görə? Çünki mənim ətrafımda heç vaxt komanda olaraq, iş yoldaşlarım olaraq heç bir zaman işçilərimə yuxarıdan baxmıram. Əlbəttə ki, bu işin rəhbəriyəm, amma mənim işçilərim, şirkətdə əməkdaşlarım, hamısı mənim doğmam kimidir, hamısı mənim üçün çox-çox dəyərlidir. Çünki mən hər birinə ayrı-ayrılıqda deyirəm. Fatmani qəsəbəsində biz 5400 kvadrat metr ərazidə istehsal sahəsi inşa edirik. Bizim indi gələcəkdə hədəflərimiz də böyükdür. Çünki hədəf, ambisiyalar həmişə olmalıdır. İstədiyin yerə çatana qədər sən davamlı mübarizə aparmalısan. İndi hal-hazırda Özbəkistan, Bahreyn, Oman ölkələri ilə danışıqlarımız gedir. Biz onlara artıq soyuducu cihazlarımızı təklif etmişik, hətta Özbəkistana göndərmişik. Azərbaycan bazarında da mən elə bilirəm ki, bu sahədə çox yaxşı yerdəyik. Biz artıq Business Network təşkilatlarında üzv olmuşuq. Keçmişə baxdıqda görürsən ki, çox çətin yol keçirsən, amma hansı iş asan da olur ki, hər bir işin bir çətin hissəsi var. Zaten həyatda olan bu çətinliklər sənə gələcək uğurların üçün bir pillə olur. Gələcək uğurlar bu çətin günlərin üzərində qurulur və onları da bir növ fikirləşə bilərik ki, bunlar bizim uğur nərdivanımızın bir pillələridir. Gənclərə, yeni başlayan iş adamlarına da məsləhətim var. Birinci növbədə heç bir zaman dürüstlükdən vaz keçməsinlər. Həmişə dürüst olsunlar. Müştərilərinə qarşı, işçilərinə qarşı, insanlara qarşı, münasibətlərinə qarşı. İş fəaliyyətində həmişə o anlaşılmazlıqlar olur, nə bilim, zamanla bağlı, işlə bağlı ki, bunlar həmişə olur. Bu çünki sonucda bir iş görürük. Amma ümumi ssenari xəttlərini dürüstlük üzərində qursunlar, etibar üzərində qursunlar, özlərindən daha çox bilən insanlarla həmişə münasibətlərini qursunlar. Biz məsəl üçün bu cür eləmişik və bunun da nəticələrini görürük. İnsan dürüst olandan sonra, insan işinə qarşı olan hörməti olandan sonra mütləq yaxşı insanlarla ünsiyyət qurur. Çünki özün gərək yaxşı olasan ki, qarşındakı da sənə yaxşı olsun və sağlam münasibət olsun. Və ən əsası işlərini sevsinlər. İşini sevmək çox önəmlidir. Sevmədiyi iş insana heç bir zaman uğur gətirəcəyinə inanmıram. Bu məşhur bir türk iş adamının sözüdür. Gərək işini, dükanını hamıdan tez, işçidən tez açasan, işçidən də sonra bağlayasan. Yəni bu formada sən ancaq uğur qazana bilərsən. Səhər 5-in yarısı, axşam 9-10, bəzən 11-ə qədər, bəzən 12-yə qədər bu iş masamda işləyirəm. Növbəti günə hazırlaşırıq. Neyi hansı formada eləməliyik, planlarımızı qururuq və bu formada da işimizi davam elətdiririk.